Salam əziz şagirdlər. Bugün ayın 19-u, aprel ayının 19-u olan imtahanın testlərini müzakirə edəcəyik. İlk sual 7-ci sualdan başlayırıq. Deməli, she let verib bizə. Let özündən sonra to-suz feil işlənir. Ona görə B variantı çıxar. Zamana görə dəyişməz həmin qrup feil, birinci qrup feildir. Ondan sonra gələn feillər zamana görə dəyişməz. Y, C və A variantı çıxar. Düzgün variant D variantıdır. Və baxırıq 8-ci suala. Our head chef has created this dish today verib bizə passive voice-dur. Cümlədə passive voice-u tapmamız üçün feildən sonraki gələn tamamlığımız bizim mübtəda vəzifəsində olur. This dish bizim mübtədamızdır və cümləyə baxırıq ki, cümlə indiki bitmiş zamanda da has var. Yəni ya onu biz has been ya da have been-lə qaytarmalıyıq. Dish də təkdə olduğuna görə has been-lə qaytararıq. Create-dəki created-lə yazılır. Yəni düzgün variant A variantıdır. 9-cu suala baxırıq. To-lu feil verib bizə boşluqdan sonra. To-lu feil veribsə A gedər. Could özündən sonra to-lu işlənməz, must işlənməz, should işlənməz. Qalar yerdə B ilə D. You ilə də has işlənmədiyinə görə have işlənər. Ona görə düzgün variant D variantıdır. Və 10-cu suala baxırıq. 10-cu sualda burada while verilib. While verilib. While verilibsə davam edici zaman olmalıdır. Ondan əvvələ baxırıq ki, keçmiş zaman var. Became. Became-lə keçmiş zaman olduğuna görə keçmiş davam edici zaman uzlaşar. Yəni düzgün variant D variantıdır. 11-ci sualda cümlə qurmaqdır. Deməli, the students are translated. Deməli, baxırıq ki, xəbərimizə baxsaq are translated-dir. Tərcümə olunur nə? New articles götürə bilərik. Yəni 5-i. 5-2 birlikdə verilsə, ya A variantı ola bilər, ya B variantı. Sonra baxırıq ki, by the students birləşik işlənməlidir. 1-4 ola bilməz. 4-1 elə düzgün variant B variantıdır. Deməli, new articles are translated by the student at the lesson twice a week. 12-ci suala baxırıq. She had passed her final exam. Deməli, was happy verib bizə. Ümumiyyətlə, happy verilirsə, burada biz çünkini daha çox işlədə bilərik. Xoşbəxtdir çünki. Qəmgindir çünki belə verilə bilər. Ümumiyyətlə, olsa onu çıxarıq. İkisi də eyni variantdır. Yəni, ikisi də eyni mənadır. Or nəyisə ayırır bir-birindən. Yoxdur bir ayrılacaq bir şey. Bax da ki, ziddiyyət bildirir. Ziddiyyət bildirən bir şey də yoxdur. Və ona görə B variantı doğru variantdır. Burada deyir ki, o deyir xoşbəxtdir çünki sonuncu imtahanını uğurla keçdi. Deməli, 13-cü sualda sona baxırıq ki, to preposition verib bizə. Preposition veribsə bizə, deməli, biz onu who-dan işlədə bilərik. Çünki who özündən, yəni veriləndə cümlədə sonda mütləq söz önü ola bilir. Yəni, düzgün variant burada C variantıdır. 14-cü suala baxırıq. Quickest animal, EST şəkilçisi, üstünlük dərəcəsinin şəkilçisidir. In the world da birləşmədir. Ona görə düzgün variant C variantıdır. Üstünlük dərəcəsi, yəni Z artiklə işlənir. 15-də show göstərmək, scold da anlamaq, share paylaşmaqdır. Show, məsələn,